Uzun müddətdir ki, bel ağrısından əziyyət çəkirdim. Bu üsulu yoxlayıb şəfa tapmışdım. Bugün təsadüfən bir həkimlə qarşılaşdım. Onurğa həkimi idi və onunla bu barədə söhbət edərkən o dedi ki, bu bir sir kimi saxlayırlar. Özüm də bilmirəm ki, niyə, amma mən də pasientlərimə bu üsulu çox məsləhət görürəm. Düşündüm ki, mən də elə sizlə bölüşüm. Əslində paylaşmağı heç ağıl etməmişdim. Deməli, səlvi ağacının bu qozalarını parklarda, həyətyanı ərazilərdə görmüş olarsınız. Mən şam ağacı kimi tanıyırdım. Sən demə səlvi ağacıymış. 7 ədəd bu qozadan götürürsünüz, 1 litr suda qaynadırsınız lamotda, ta ki 2 stəkan su qalana kimi. Birini səhər, birini axşam içirsiniz. 10 gün müddətində müalicə dövrüdür. Düzün desəm mən cəmi 3 gün içdim və özümü çox yaxşı hiss edirəm. Uzun müddətdir ki, bunu içmişəm. Ağrı-kəsicilər artıq məndə şəfa vermirdi, amma bu qarışım həqiqətən mənə kömək oldu. İnşallah sizlərə də şəfa olar deyə düşünürəm.